Salam dostlar, bugün sizinlə Demin test topusundan saat qurşağına aid olan məsələlərə geniş şəkildə baxacağıq. İlk öncə 35-ci test tapşırığına baxaq. Deyir ki, 28 dərəcə şərq zonunda yerləşən İstanbul şəhərində günəş yerli vaxt saat 6:10-da çıxır. Bu zaman onunla eyni paraleldə və 4 dərəcə qərb zonluğunda yerləşən Madrid şəhərində yerli vaxt saat neçə olar? Deməli, İstanbul 28 dərəcə şərq zonluğundadır, Madrid isə 4 dərəcə qərb zonluğundadır. İstanbulda 6:14-də bu zaman Madriddə saat neçə olar? Bunu hesablamaq üçün aradakı dərəcə fərqini hesablayırıq. Birinci deyirik ki, biri şəkildə, biri qərbdə yerləşdiyinə görə bunları toplamalıyıq. Hər ikisi şəkildə yerləşsəydi çıxsaydı, topladığımız zaman eləyir 32 dərəcə. Buradan bura qədər 32 dərəcədirsə, bu 32 dərəcənin neçə saat elədiyini tapmalıyıq. Ona görə deyirik ki, 1 saata 15 dərəcə dönürsə, yer kürəsi neçə saata 32 dərəcə dönər. 32-ni 15-ə böldüyümüz zaman 2 saat 2 dərəcədə qalıqda qalır və deyirik ki, 2 saat bu dərəcəni necə çevirək? 1 dərəcəni deyirik, yer kürəsi 4 dəqiqəyə dönürsə, bəs 2 dərəcəni neçə dəqiqəyə dönər? 8 dəqiqəyə. Demək ki, 2 saat 8 dəqiqə arada vaxt fərqi varsa, burada 6:10-dursa saat, burada neçə olacaq? 6:10-dan 2 saat 8 dəqiqəni çıxırıq və tapırıq ki, Madrid şəhərində saat olacaq 4:02, yəni 5-ə 2 dəqiqə işləyir. Cavabımız olacaq B variantı. İkinci test kimi 83-cü test tapşırığına baxırıq və burada qeyd edir ki, A məntəqəsində gecənin uzunluğu 14 saat 40 dəqiqə olarsa, müvafiq olaraq günəşin çıxma və batma vaxtlarını müəyyən edin. Ümumiyyətlə düşünürsünüz ki, sutkanın uzunluğu 24 saatdır. Bu 24 saatın 14 saat 40 dəqiqəsi gecədirsə, demək ki, gecədə qalan hissəsi gündüzdür. Və 24:00 23:60 kimi yazırsınız. 23:60-dan 14:40-a çıxırsınız. Bu gecədir. Siz gündüzün uzunluğunu əldə edirsiniz. Və variantlara baxırsınız ki, hansı variantlarda günəşin batması ilə çıxması arasında, daha doğrusu çıxması ilə batması arasında 9 saat 20 dəqiqə vaxt fərqi var. A-ya baxsaz 6:20, burada 18:20. 18:20-dən 6:20 çıxarsınız, 12 eləyəcək. Alınmır. Burada hesabladığımız zaman 18 saat eləyəcək, alınmır. Amma C variantında 16:40-dan 7:20 çıxdığımız zaman 9 saat 20 dəqiqə tapa bilirsiniz. Cavab olur C variantı. Sonra 84-cü test tapşırığına baxaq sizlə. 84-də deyir ki, A nöqtəsində, A nöqtəsi 0 dərəcə uzunluqda, yəni qırmızı yerdən üzərində yerləşir. 20 sentyabr saat 18:00-dur burada. Bu zaman günorta vaxtı günəş şüalarının 55 dərəcə bucaq altına düşdüyü məntəqənin coğrafi koordinatlarını müəyyən edin. İlk öncə saat fərqinə baxaq. 20 sentyabrda gecə və gündüz bir-birinə bərabər olur. 12 saat gecə, 12 saat gündüz olur və bu zamanda biz deyirik ki, günəş çıxması 6:00-dur, günorta 12:00, axşam çağı 18:00 və bir də deyirik ki, gecə yarıda 24:00-oldu. Digər məntəqədə günortadırsa, A-da isə saat 18:00 oldusa, demək ki, digər məntəqədə saat 12:00-oldu. 18:00 ilə 12:00 arasında 6 saat fərqi var. 6 saatımızda 1 saat 15 dərəcədirsə, 6 saatımızda 90 dərəcə eləyir. Demək ki, A-dan digər məntəqə 90 dərəcə qərbdə yerləşir. Nəyə görə? Çünki burada A-da 18:00 oldu. Həmin məntəqədə günortadırsa, demək ki, saatçı geridədir. Buna görə də qərbə doğru gedirik. 90 dərəcə qərb zonluğunu əldə edirik. Sonra coğrafi eni tapırıq. Deyir ki, bura günəş işıqları 55 dərəcə bucaq altına düşür. 20 sentyabrda baxırıq ki, hansı yerliyə günəş işıqları 55 dərəcə bucaq altına düşər. Bunun üçün biz düsturumuzu yazırıq. Düşmə bucağının düsturu bu cürdür ki, düşmə bucağı bərabər 90 dərəcə çıxılsın, coğrafi eni plus minus zenit eniyi. Düşmə bucağı bizə verilib 55, bərabər 90 çıxılsın, coğrafi eni yazırıq. Zenit eniyi nəyə görə yazmıram? Çünki 20 sentyabrda günəş ekvatorda zenitdə olur deyə. Yəni plus minus 0 yazmalı, heç bir önəmi yoxdur. Buradan coğrafi eniyi 35 alıram. 35 dərəcə cənub eniyi də ola bilərdi cavab. Lakin biz uzunluğu 90 dərəcə qərb uzunluğu tapmışıq deyə cavabları da 90 dərəcə qərb uzunluğu bir dənə D variantı olduğu üçün coğrafi eniyi 35 dərəcə şimal eniyi qeyd eləməliyik. Cavab olacaq D variantı. İndi isə 91-ci test tapşırığına baxaq. Deyir ki, 22-ci və 2-ci saat quşaqlarının sərhədlər arasında Greenwich meridianından keçmək şərti ilə ən az və ən çox dərəcə fərqini tapaq. Deməli, 22-ci saat quşağının orta meridianı olacaq. 2-ni vuranda 15-ə 30 dərəcə şərq uzunluğu.
22-ci saat qurşağının orta meridian olacaq. 24-dən 22-yə çıxsaq, eləcə 2-ni vuranda 15 eləyəcək 30 dərəcə. Bu qərb uzunluğudur, bu da şərq uzunluğudur. Bunların kənar meridianları necə tapılır? 15-in yarıya bölünmüş, yəni 7,5. Bir dəfə bunların üstünə gəlinir, bir dəfə də çıxılır. Deməli, 2-ci saat qurşağının kənar meridianları 30-un üstə bir dəfə 37,5 gəlirəm, bir də 37,5 çıxıram. Bu olacaq 37,5, bir də 22,5 bunun kənar meridianlarıdır. Həmçinin burada da 30-dan bir dəfə 7,5 çıxıram, bir dəfə də 7,5 üstünə gəlirəm. Bu da bunun kənar meridianları olacaq. Sonra deyirəm ki, buradan bura qədər bütöv 22-ci saat qurşağıdır. Buradan bura qədər də 2-ci saat qurşağıdır. Bu ikinci ilə 22-ci saat qurşağı arasında ən qısa məsafə buradan bura qədər olan məsafədir, bu hissə. Ən uzaq məsafə ən kənarda yerləşən sərhədlər arasında məsafədir. Ən qısa məsafəni tapmaq üçün 22,5-ləri toplayırıq, edir 45 dərəcə, bu oldu ən qısa. Ən uzun məsafəni toplamaq üçün 37,5-ləri toplayırıq və bu da gelir 75 dərəcə. Ən uzun məsafə cavabımız olur B variantı. İndi isə 90-ca baxaq. Deyir ki, yer kürəsi öz oxu ətrafında 1 saata 30 dərəcə dönsəydi. Onun da yer kürəsində 2 saat qurşağı olardı və Bakı neçənci saat qurşağında yerləşərdi. Ümumiyyətlə bir ki, bütöv dönmə 360 dərəcədir. Bakı da 360 dərəcədir və deyirik ki, adətən bu cür deyirik ki, 1 saata 15 dərəcə dönür. Bu necə tapırıq? Deyirik ki, bütöv sutka 24 saatsa 360-ı bölürük 24-ə, deyirik ki, 1 saata 15 dərəcə dönür. Adətən bu cür deyirik, lakin hal-hazırda məsələdə bizə deyir ki, 1 saata 30 dönsəydi, neçə saat qurşaq olardı? 1 saat 30 dönürsə, bəs neçə saata bütöv çevrəni dönür? Buradan 360-ı 30-a bölürük və 12 saat qurşağı olduğunu, yəni 12 saata bütöv döndüyünü və 12 saat qurşağı yarandığını tapırıq. Və Bakı hansı saat qurşağında yerləşərdi? Bakı 50 dərəcə şərq uzunluğunda olduğuna görə 1 saatda 30 dərəcə dönür deyə 50-ni bölürük 30-a, 1, qalıqda da 20 qalır. Belə bir qayda var ki, qalıqda aldığınız rəqəm 1 saata döndüyü neçə dərəcə dönürsə, həmin rəqəmin yarısından böyükdürsə, yəni 15-dən bunun yarısı neçədir? 15-dir, yarısından böyükdürsə, bu zaman tam üzərinə bir vahid gəlirik və deyirik ki, Bakı yerləşir 2-ci saat qurşağında. Cavab olacaq D variantı. İndi isə 101-ci test tapşırığına baxaq. Burada deyir ki, 23 sentyabrda A məntəqəsinə günəş 6:20-də çıxır. B-də isə günəş A məntəqəsinə yerli vaxtına görə 19:45-də batır. Bu məntəqələr arasındakı yerli vaxt fərqini tapın. 23 sentyabrda 12 saat gecədə, 12 saat gündüz deyə 6:20-də çıxan günəş 12 saat sonra, yəni 18:20-də batmalıdır. Digər məntəqə isə 19:45-də batırsa, demək ki, bu iki məntəqə arasında nə qədər saat fərqi olacaq? 19:45-dən 18:20-yə çıxırıq və 85 dəqiqə vaxt fərqinin olduğunu tapırıq. Cavab olur C variantı. Və burada 102 və 103-cü test tapşırıqlarına da baxaq. 102-də deyir ki, Greenwich meridianı üzərində 5 dərəcə şimal enliyində cismin kölgəsi yoxdursa, hansı məntəqədə gecə yarısı olar? Baxın, yadda saxlayın ki, cismin kölgəsi yoxdursa, demək ki, günəş orada tam zenitdədir, 90-dan düşür və cismin kölgəsi yoxdur. Tam zenitdə olması da 12:00 olur, gün orta vaxt olur. Yəni, deyir ki, 5 dərəcə şimal enliyində Greenwich meridianı üzərində saat 12:00 olsa, bəs harada gecə yarı olar? Gecə yarıda bunun tam əksi olacaq. Yəni, o arada 12 saat vaxt fərqi varsa, 12-ni də 15-ə vurduğumuz zaman 180 dərəcə edir. Demək ki, buradan 180 dərəcəlik uzunluqda, yəni 180 dərəcə uzunluqda gecə yarısı olacaq. Enliyi isə dəyişmir. 5 dərəcə şimal enliyi 180 dərəcə uzunluqda olacaq gecə yarısı. 103-də isə deyir ki, 21 martda Greenwich meridianı üzərində cismin kölgəsi yoxdursa, hansı məntəqədə axşamüstü olar? Və buradan tapırıq ki, 21 martda Greenwich meridianı üzərində cismin kölgəsi yoxdursa, demək ki, Greenwich meridianı üzərində günəş zenitdədir və burada saat 12:00-dur. Harada bəs axşamüstü olar? Axşamüstü saat 6 deməkdir, 18:00 deməkdir. Demək 12:00-nun 18:00 arasında olur 6 saat vaxt fərqi. 6 saatımız da neçə dərəcədir? 1 saatımız 15-dirsə, 6 saatımız olacaq 90 dərəcə. Deməli, Greenwich meridianı üzərində 12:00-dursa, bundan şərqdə 90 dərəcə şərqdə, yəni ki 90 dərəcə şərq uzunluğunda 18:00 olacaq. Cavabımız olur deməli ekvatorda və 90 dərəcə şərq uzunluğu B variantı.